Çox razıyam sizdən. Bu əslində birbaşa hisslərə toxunandır. Bunu ümumiyyətlə dilə gətirmək də olmur. İnsanlar çox az fərqində ola bilirlər. Çünki bu hissin özü beyində bir neçə saniyəlik gəlir və gedir. Əslində bu mövzu çox belə necə deyim sizə açılacaq mövzudur ki, insanlar bilmir ki, deməli, əgər mən bu günlər Kəmalə xanım haqqında danışıramsa, onun xəbəri yoxdur, amma onun yüksək mənnin xəbəri var. Bəli. Biz əslində deyirik, sənə deyirəm, heç kəsə demə. Yoxdur elə bir şey. Yox. Bax, məsəl üçün, oturmusan evdə, heç nə alındıra bilmirsən də, yəni şəxsi həyat getmir, pul gəlmir, iş yox və s. Və nə edirsən, nə deyirsən? Mən Amerikada yaşasaydım, mən partlatmışdım yəni. Mən onu eləmişdim, bunu eləmişdim. Sadəcə bu ölkədə qabağa getmək olmur. Sən nə edirsən? Sən ölkə eqregorunu idarə eləyən mənfi və müsbətə göndərirsən ki, mən sizi bəyənmirəm. Müsbətə göndərirsən ki, mən usta səni qəbul eləmirəm. Sən mənfiyə göndərsən ki, mən elə ölkədə problem var. Yəni istəyir ölkəni idarə eləyən olsun. Bizim ölkə olmasa fərqi yoxdur. Hara olursa olsun. Sən düşmüsən hansı bir ölkə. Mən kiməsə görə qabağa gedə bilmirəm. Mən elə burada onsuz da qabağa gedəni vururlar və s. də, yəni bu toplum içində olan düşüncələr. Amma mən o eqregor məndən başlayır bütün həyat enerjisi almağa. Mən gedirəm həkimə, qarşıma normal həkim çıxmır. Mən gedirəm spravka almağa, normal insan çıxmır. Mən gedirəm polislə hər hansı bir məsələm olur. Məsəl üçün insanlıqda vətəndaşıq. Mənim qarşıma əsəbi və işini bilməyən bir polis çıxa bilər. Məsəl üçün və mən deyə bilərəm, hə, gördün, elə mən deyəndir. Ölkədə bu problem azmış kimi bu da var və mən ancaq mənfilərlə üzləşirəm. Və sonra mən bunların içində yaxşı bir şey tapa bilmirəm ki, o yaxşını görənlər gəlib mənə deyəndə ki, əslində ölkə möhtəşəmdir və burada hər kəs qazana da bilər, uğurlu həyat da sürə bilər və s. Mənim gördüklərim nədir? Mənim gördüklərim bir çərçivədir axı. Əgər mən deyirəmsə, ölkədəki bütün kişilər xəyanət eləyirsə, ancaq qabağına xəyanət edənlər. Mənim yoldaşım, podruqamın yoldaşı, bibim qızı, bibim oğlunun hamısının ikinci belə palavinkaları xəyanət eləyəcək. Mən öz dediyimi təsdiq eləyəcəm. Amma mən şəxsən deyirəm ki, ölkədə yetərincə xoşbəxt ailələr var və mənim qarşıma artıq ancaq o ailələr çıxır. Mən deyirəm ki, xəyanət eləyən yoxdur. Sən onları hardan tapırsan? O isə deyəcək ki, mənim qabağıma ancaq belələri çıxır. Niyə? Çünki sənin proyeksiyan budur. Sən əgər özünü kodlayırsansa ki, mən uğursuzam, mən bacarıqsızam, nə bilim, mən aya 1000 manatdan artıq qazana bilməyəcəmsə, sənin bu düşüncəvi təsdiq eləyən ən azı 1000 nəfər adam tapılacaq. Ətrafında. Hamısı deyəcək ki, elə belədir, gördün və hər zaman sən onun təsdiqini tapılacaqsan. Çünki sən həmin o eqregordasınız hamınız. Hamınız o toplumdasınız ki, bura pisdir, nə bilim nədir. Amma mən desəm ki, yanaşmaya baxın, bir situasiyadır, fərqli yanaşma. Mən oturmuşam, tamam, 500 manat maaş alıram. Budur da, indi ailə həyatım da gözəl deyil. Amma mən deyirəm ki, bunun günahkarı heç kəs deyil. Mən də deyiləm. Bu Allah tərəfindən mənə göndərilən bir dərsdir. Mən bunu sevərək qəbul edirəm. Qəbul etdikdən sonra da Allahım, mənə kömək elə ki, mən bunu necəsə aşım. Yaxşıya doğru. Yaxşıya doğru. Mən sənə verdiyi həyatı qəbul edirəm. Mən üsyan eləmirəm. Amma mən bunu yaşamaq istəmirəm. Kim 500 manata, 200 manata, 300 manata kim yaşamaq istər? Yəni mümkün deyil. Və mənə bəzən deyirlər ki, biz necə aydınlanaq? Deyirəm ki, sən birinci təməl ehtiyacları ödə. Sən birinci ailə problemləri ödə. Daha sonra soyuducunun dolu olduğunun fərqinə var. Uşaqlarının təzə paltar geyindiyin fərqinə var. Sənin işin var, gücün var, işıq pulu, qaz pulu. Valla, yəni bunlar qəribə də gəlsə, amma əslində siz bilirsiniz necədir? Hər kəs xoşbəxtliyi düşünür ki, hansısa bir nə bilim mağazadan təzə geyim almaqla, yəni brend mağazadan və yaxud da böyük bir maşını olanda, böyük bir evi olanda, böyük bir bağ evi olanda, indi bunlar bizim yəni standart Azərbaycan ailələrinin istəkləri içərisindədir də, daha çox istəkləri və yaxud da bahalı bir komplekt. Onda şükür eləməyə dəyər. Amma biz bu günlərim deyim ki, adi bir evimizdə siz demişkən də övladımıza təzə paltar giyindirə biliriksə, adi günəşin çıxdığını görə biliriksə, bəli. Mən düşünürəm ki, zaten hər gün səhər oyanmaq sənə verilən bir şansdır. Bəli.
bütün bir şansdır. Hansı ki Əlbəttə. bəşəriyyətdə milyonlarla insan bu Bəli. səhəri bizlə bərabər açmır. Yəni əslində olduqları vəziyyətin fərqində deyirlər Kəmalə xanım. Yaşadıqların, bəli. Yaşadıqlarının, ona görə xoşbəxtlik üçün minnətdar ola bilmirlər. Bəli. Fərqindəliklərini olmalıdır. Razıyam. Bax məsəl üçün növbəti bizim dualarımızın qəbul olması üçün insan inanmalıdır. İnam çox önəmlidir. Mən əgər duamı etdim və sonra dedim ki, o qədər adam eləyib ki, nə oldu? Mənimi eşidəcək, mənimi görəcək. Orada nə o olacaq, bu olacaq və yaxud da bəzən bizə də bu sualı verirlər. Kəmal xanım, bunu keçəcək bizim yolumuz necə açılacaq? Deyirəm mən nə bilim. Mən Allahın işinə qarışa bilmərəm. Bəlkə sənə elə bir yoldan açıldı ki, heç mən o ağlımla, bu kiçik ağlımla heç bəlkə onu təsəvvür edə bilmədim. Və inam çox önəmlidir. Mən əgər Allahdan nəsə istəyirəmsə və mən inanıram ki, mən kainatı yaradan, karmanı yaradan, kosmosu yaradan, planetləri yaradan, insanları yaradan, bütün bu sistemi yaradan, mələkləri yaradan gücdən mən sadəcə istəyirəm ki, xoşbəxt olum, evim olsun, maşınım olsun, pulum olsun. Yəni mən o boyda gücü yaradanın onun gücünə şübhə ilə yanaşmamalıyam. Çünki onu ona şübhə ilə yanaşmaq mənim beynimin nə dərəcədə kiçik olduğunu ortalığa çıxardır. Bəli, göstərir ki, mən bu beyinə sığışdıra bilmirəm. Cənnət, cəhənnəm dedikdə biz onu necə təsəvvür eləyirik? Hamı eyni cür təsəvvür eləyir də. Yəni bəmbəyaz bir yerdir. Orada ağaclar var, burada hurilər var, burada kimlər var və s. Vəsə dayandı. Düzdürmü? Ardı yoxdur. Ardı yoxdur. Və yaxud da cəhənnəm orada qazanlardır, sən orada qaynayırsan, sən necəsə orada qaynadılar. Vəsə onunla dayandı. Görün, insan psixologiyasının, insan beynin, yəni düşüncəsi və baxış bucağı və düşüncəsi nə qədər qısıtlıdır. Mən əslində mən hər zaman deyirəm, mələkləri hiss eləmək istəyirsən. Mələklər çox möhtəşəm varlıqlardır. Onlar hər birimizə veriliblər. Bu haqqda da videomuz da olub. Bəli. Və mələkləri hiss eləmək istəyirsənsə, həqiqətən də yaradanla bütün olmaq istəyirsənsə, hər zaman demişəm, təməl ehtiyaclarını ödəməkdən başla. İnsanın əgər hər axşam evə gələcəyi, onun qanını qaraldacağı bir yoldaşı varsa və yaxud ata-anası varsa, orada dərhal aydınlanmaqdan söhbət gedə bilməz. İnsan birinci sual verməlidir ki, özünə, mən bu məsələni necə həll edeyim? Bildiniz necə? Hamı qaçır yuxarıya. Yuxarıya qaçmaq lazım deyil. Aşağıdan başlayın, pillə-pillə. Təməl ehtiyacınızı ödəyin. Birinci pulunuzu ödəyin, xoşbəxtliyinizi ödəyin, qadın kimi özünüzü tanıyın. Daha sonra özünə sual ver ki, mən kiməm? Mən insan olaraq kiməm və nə üçün gəlmişəm və nə üçün göndərilmişəm? Bax, bunlar artıq oturandan sonra insan rahatlıq tapır. Bizim yarata bilməyimiz, nəsə yaratmaq bizim rahatlığımızdan irəli gəlir. İnsan bu vəziyyətdə və yaxud da düzdür. problemlər içində hər hansı bir ideya yarada bilməz. Hər hansı bir necə deyim, ailəsinə xoşbəxtlik kodunu göndərə bilməz. İnsan o rahatçılığı birinci özündə aktiv eləməlidir ki, ondan sonra oturum fikirləşim ki, mən bunu necə yarada bilərəm və yaxud da başqa bir şey necə yarada bilərəm.